Salam əziz dostlar, iftitah duasından bir neçə cümləni istəyirəm sizin üçün oxuyum. Çox təsirli ifadələrdir, çox dəhşətli ifadələrdir. Bizimlə Allah arasında olan münasibətlərdən gedir. Buyurur: Ya Rabbi, ey mənim Rəbbim, innəkə təd'uni fəuvalli ank. Sən məni çağırırsan öz mərhəmətivə tərəf, öz rəhmətivə tərəf, fəuvalli ank. Mən isə üz döndərirəm səndən. Sən məni özünə tərəf çəkirsən, mən səndən üz döndərirəm. Və tətəhəbbəbu iləyyə fəətəbəğğadu iləyk. Sən mənə məhəbbətlə davranırsan, mənə məhəbbət göstərirsən, mən isə səndən düşmənçiliklə rəftar edirəm, sənə qarşı düşmənçilik edirəm. Və tətəvəddədu iləyyə, mənə mehribanlıq göstərirsən, fələ əqbəlu mink. Və sənə mən düşmənçilik eləyir. Səndən qəbul eləmirəm mən sənin məhəbbətini. Gör necə bəndə yiyə bizi. Kəənnəl yəttatavvülə aleyk. Sanki mənim sənə bir minnətim var. Lakin bununla belə bu cəhalətim fələm yəmnəəkə zəlikə minər rəhməti li vəl ihsani iley. Mənim bu cəhalətim mane olmadı ki, nəyə mane olmadı? Minər rəhməti li. Mənə olan mərhəmət və mane olmadı. Vəl ihsani iley. Mənə olan yaxşılığa mane olmadı. Və təfəddülə aley. Və mənə qarşı təfəzzül eləmək və fəzil göstərmək və bicudikə və kərəmik, öz kərəminlə, öz xeyirxahlığınla, öz səxavətinlə mənə olan fəzlivi azaltmadı. Fərhəm, belə olan surətdə ey mənim Rəbbim, əbdəkəl cahil, öz cahil bəndəvə rəhm elə. Və cud aleyhi bi fadli ihsanik, öz ihsanının fəzili ilə, artıqlığı ilə, bol ihsanınla ona, yəni öz bəndəvə bəndən üçün artır, əta elə. İnnəkə cəvadun kərim. Sən çox səxavətli və çox kərimsən. Çox dəhşətli ifadələrdir. Allah qəbul eləsin.